Excel kitabımızda bizə əvvəlcədən sıfırdan açılanda standart olaraq 3 dənə vərəq verir. Amma biz onları artıra bilərik. Qısa yol düyməsi Shift F11. Shift F11 bunları artıra bilərik. Gəlin bax görək bu vərəqin adında hansı simvollardan istifadə etmək olar, hansılardan istifadə etmək olmaz və sayı ümumiyyətlə nə qədərdir? Burada yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir dənə də 10. Bir dənə də 10. Bir dənə 1 yazıram. Bundan sonra getmir. Deməli 3 dənə 10'luq var, bir dənə 1'lik. Deməli 31 dənə simvol istifadə edə bilərik. Sheet yəni vərəqin adında və ya da səhifənin adında. Sənədin adında yox. Sənədin adında yox. Vərəqin adında. 31 dənə simvol istifadə edə bilərik. 31 dənə. Belə 31 yazıram qalsın burada. Həm gözümüz öyrəşsin. 31. Vərəqin adında 31 dənə simvol istifadə edə bilərik. İndi gəlin bax görək hansılardan istifadə edə bilmərik. Ondan qabaq siz mənim sualıma cavab verin görək. Biz fayl adında nələrdən istifadə edə bilirdik? Faylın adında. Daha doğrusu elə bilmirdik. Bəli. Deməli, ulduz, drop dediniz, bəli, belə də var. Düz xətt də var. Böyükdür, kiçikdir. Hansıdır nə? Bu yoxsa 2 dənəli? 2 dənəli. Plus sual işarəsi. Sual. 2 nöqtə. 9 dənə oldu mu? İndi gəlin bax görək sheet'in adında nələr olar? Olmaz daha doğrusu. Olarlar yəni olmazdı deyək, qalanları olacaq. Sualdır, ulduzdur, bu təkrarlanır. Yəni burada da olmazdı, burada da olmaz. Bu əyri droplar var idi, əyri olanlar. Onlardan olmaz, amma düzündən olar, ona görə onu yazmıram. Yəni olmayan olanları yazmıram, olsa mənim bir olmayanlar lazımdır. Böyükdür, kiçikdir olar. Amma bu transkripsiya mötərizələri var, belə 4-2-ci mötərizə. Onlardan olmaz. Yəni bunlardan. Bunu ayrı yadda saxlamaq lazımdır. Bir də 2 nöqtə uşaqlar, 2 nöqtə. Bəli. Böyle. Gəlin bir dənə sheet vərəqin adına, elə buna. Bəli, sheet vərəqin adına. Burada göstərək. Nida olur, ət işarəsi olur, diyez olar, faiz olar, belə qüvvət kimi olar. Amma ulduz olmadı. Mötərizə, yumru mötərizələr olar. Altdan xəttdir, çıxaqdır, üstə gələkdir. Hamısı olar. Bərabər də olar. Ulduzu yazmaq istəyirsən, yazmır yəni. Shift 8 basıram, bax yazmır. Ümumiyyətlə, bax vururam. Yəni yazmır o. Sonra droplara baxaq. Məsələn, əyri drop yazıram. İkisini də yazıram. Onu düz xətt yazan kimi götürür. Sonra qoşa dırnaq, tək dırnaq ikisini də götürdü. 2 nöqtəni götürmür, amma nöqtəli vergülü götürür. Sonra vergüldür, nöqtədir, bunlar da götürür. Ümumiyyətlə, yaza bildinsə ora deməli götürəcək. 7 dənə də bəli, bunlardan başqa da hamısından istifadə edə bilərik. Bizə lazım olanlar bunlardır. İstəyirsə, bura bir başlıq yazım mən. Faylın adında olmaz. Excel sheet'inin sheet'dəki e'ləri 2 dənə yazmaqdansa şılları 2 dənə yazdım. Sheet'inin adında olmaz. Faylın adında olmaz, Excel sheet'inin adında olmaz. O faylın adında olmaz dediyim nəyə aiddir? Ancaq Word-ə papkadır, şəkildir, mahnıdır, videodur, nə olur olsun. Fayldırsa bu, bəli, onda deməli bu yuxarıda yazdığımdan, yəni bundan istifadə edə bilmərik. Bu isə ancaq Excel sheet'inin adına aiddir.
Tamam. Bura 31 qoyaq belə. Dediyim kimi gözümüz öyrəksin. Keçirik başqa şitə və buradan davam edirik. Bugün uşaqlar əsas biz danışacağıq funksiyalardan. Bunun üçün bir dənə 3-ün 4-ə bir dənə belə bir cədvəl düzəldim. Onu da belə haşiyə alım. Bəli, danışacağıq, baxacağıq. Bunun içində çoxlu məlumatlar daxil edirəm. Özü müxtəlif formatlı məlumatlar daxil edirəm. Birinə yazıram master. Birinə yazıram true. True, səhv yazdım. Birinə yazıram 1. Birinə yazıram dırnağın içində 2. Birinə yazıram, boş qoyuram birini. Birinə school yazıram. Birinə false yazıram. Birinə 2 yazıram. Birinə mənfi 5 yazıram. Birinə adi 3,5 yazıram. Birinə 4 yazıram. Bunu da boş qoyuram. Belə bir uşaqlar diapazonum var. Seçim ölçüsünü də belə böyüdüm. Bu müxtəlif formatda həm mətin var, həm true var, həm false var. Həm dırnağın içində rəqəm var, həm mənfi rəqəm var, həm kəsr şəklində olan var. Gəlin baxaq görək mənim yazdığım funksiyalar bunların hansını tanıyır, hansına tətbiq olunacaq, hansına tətbiq olunmayacaq. Biz ona baxacağıq. Tamam. Rəna, sualın varsa ver. Biz baxacağıq hansı funksiyalara. Caps Lock'u yandırım. Summarize sözünün qısaldılmış, yəni cəmləmə deməkdir. Sum if, sum oxunur. Yazılış formasında deyirəm. Count if, count a, count blank, l-a-b-l-a-n-k. Əvvəl adlarını düzürəm ki, sonra yanında da onların funksiyasını yazacağım. Yəni, nəticə göstərəcək, yəni funksiya adını göstərməyəcək. Bir dənə sütun kimi düzək bunu, sonra o nəticələrdə belə qarşı-qarşıya görəcəyik hər birini. Yəni, adlarını düzək. Countlar da bitdi. Keçirik. Product. Bir dəfə sınağa düşmüşdü. Kimsə xatırlayırsa, bəli. Power nə idi? Qüvvət. Bundan sonra average, min, max, abs, fact. Tamam. Bunlar bu qədər. Buradan yazaq. Left, len, right. Gəlin bunların yerini dəyişək. Right-la left-in. Len ardıcıl gəlsin. Burada da danışacağıq. If and aynısı yazırdım. Or bir də not. Bunlar da bir. Burada da danışacağıq uşaqlar. Sell, onlar yazarıq. Gəlin bir dənə bunları yazaq, bitirək. Bilmək olmaz, hələ vaxtımız qalacaq yoxsa. İndi deyəcəm. Demirəm, bunların üzrə keçməmişik. Hələ indi bunlar bir-bir hamısını yazıb baxacağıq. Yəni, bunu belə keçmirik. Uşaqlar, indi nə edirik? Hər birini işə salırıq, görək onlar nəyi tapır, nəyi cəmləyir, nəyi vurur. Ümumiyyətlə, hansı tip informasiya üzərində iş görə bilir? Bərabərdir. Sum, mötərizə açıram. Şöyle, diapazon seçilmiş xanalar deməkdir. Məsələn, mən bu A1-dən tutub C4-də belə buraxsam, mouse, yəni kursorun göstəricisini, yəni bu diapazon seçilmiş olacaq.
Bax, bu diapazon seçilmiş olacaq. Yəni, bura A1-də daxildir, A2-də, A3-də, A4-də, B1, B2, B3, B4, eləcə də C1, C2, C3, C4. Yəni, bu 12 dənə xananın hamısı daxildir bu diapazona. Və görürsünüz, onu bir dənə çərçivə alıb görəkdə. Mötərizəni bağlayaq. Görək, bu nəyi tapıb, nəyi cəmləyir, yəni nə üzərində əməliyyat apara bilir? Sum demişdik ki, cəmləmədir. Sizcə nəyi cəmlədi bu? Hansı rəqəmləri? Yəni, 1 var orada. 2 var. Bəs bu 2. Bəs bu 4. Bu -5 var. Bəli. Nə true, nə false, nə master, nə school, nə də bu dırnaq içindəki 2 bu funksiyaya daxildir. Yəni, o funksiya ancaq rəqəmlər var. Deməli, toplayırıq, Rəna. Yox, bu cəmin içindədir o. Bu cəmdir. 1-in üstünə 2 gələndə, üstünə 4, üstünə 10/5, 5 də oradan çıx, 5/5. Aydındır. Davam edirik. Bunları biraz bu tərəfə keçirdək. Sum, bax, qabağında indi görsənir. Bəli, sumun işi bu diapazondan bunu çıxartmaq oldu. Gəlirik bura. Bərabərdir. Sum if. Yəni, şərt daxilində cəmləmə. Yenə eyni diapazonu seçirəm. Diapazonu seçəndən sonra nöqtəli vergül qoymaq lazım. Yəni, diapazonumu seçdim, qutardım. İndi şərtimi daxil edəcəm. Necə? Mouse vasitəsilə. Bir də baxaq. Bərabərdir sum. Mötərizəni açıram. Buradan seçib, burada buraxıram. Düzəldirəm. Yəni, siz diapazon seçimini göstərim. Bəli, hamısı bir üstündə bir aparmıram. Burada seçib, burada buraxıram. Burada seçib, yəni, harada başladınsa, onu birinci yazır, A1. Harada buraxdınsa, yəni, C4-ün üstündə buraxmışam da, onu da axırda yazır. İstəsən, əllə də yaza bilərsən. Bunu düzəldək, samif eləyək. Əllə də yaza bilərəm. A1. İndi 2 nöqtə qoyum, nöqtəli vergül. 2 nöqtə, bəli. C4. Bundan sonra, əgər başqa diapazon qoşacaqsansa bunun bölünə, o başqa nöqtəli vergül. Həm də nöqtəli vergül yazıb, indi biz şərtimizi yazırıq. Şərtimizi. Şərt uşaqlar dırnaq içində yazılır. Məsələn, yazıram, böyükdür 3-dən. Dırnağı bağlayıram. İndi sizcə nələri cəmləyəcək bu? 4, bəli, bir də 3/5. Rəqəm olaraq tanımalıdır ki, bu rəqəmdir. O, Sam da tanıyırdı onu. Və onların içindən seçməlidir ki, 3-dən böyükdürsə, başlayacaq onu cəmləməyə. Böyükdür ki, özünüz yazdım. Özüm əlindən yazdım. İstəsəm böyükdür 1 yazardım, kiçikdir 0 yazardım, ancaq mənfiləri cəmləsin, kiçikdir 5 yaza bilərdik. Nə istəsək yaza bilərik. Enter vuraq, nə deyirsiniz cavabını? 7/5 bəli. Bərabərdir count saymaqdır, bəli. A1-dən 2 nöqtə C4-ə kimi mötərizəni bağlayaq. Baxaq görək nəyi sayır. 5 dənə nə var burada? Bəli. Rəqəmləri. Ancaq rəqəmləri. O sum nəyə ki tapıb cəmləyir deyə, bu da oldu sayır onu. Bəli. Sumun cəmlədiklərini bu sayır. Bəli. Count if bu da uşaqlar şərt daxilində saymaqdır. Məsələn, deyirəm ki bəli, sanmış amma bu sayır da, cəmləmir, sayır. Deyirəm ki, şərt verirəm yenə. Kiçikdir, bərabərdir, kiçikdir, bərabər. Kiçikdir, bərabərdir. 2. 1-lə 2-də. 2-lə. Cəmləmir, ha? Sayır. Yəni, hansılar? 1-2. Dırnağı bağlamamışdıq uşaqlar. Baxaq ona.
Ya dırnağı əvvəldən qoymuşdum. Dırnağı burada bağlamış. Dırnağın içində olmalıdır. Dırnağın içində qoymayanda da belə bir error verir. Yəni başa düşmür şərti. Dırnağın içində olarsa şərt kimi onu başa düşər. Count A. Baxaq görək nəyi sayacaq? Bərabərdir. Count A mötərizədə eyni diapazonu seçirəm. Mötərizəni bağlayıram. Nəyi saydı? Bütün xanalardan əvvəl hamısını sayır. Qeyd qoşulları yoxdur, ancaq qeyd. Hamısı boşluqdan başqa. Ona nə deyirik? İçinə nəsə yazılmış. Dolu xanalar. Dolu xanalardır da. Boş olmayan xanaları və yaxud da dolu xanalar. Sizə bu nə sayacaq? Bəli, bax gəlin bir dənə bura bir dənə nöqtə qoyaq, enter vuraq. Güzel sayı artdı, oldu 11. Silsək, yenə say qayıtdı əvvəlki vəziyyətinə. Bəli, count blank seçirik. İndi nə verəcək cavab olaraq bizə? Bəli. Product hesablayayım mən bunu vurana kimi, enter vurana kimi. 140. 140. Mənfi 140. Mənfi 140. Hansı xanım? Yox diyor. Burada var idi, yığışdırdım. İkisi boşdu bunlar. Neyi? Blankı. Boş olanı. Niye? Bununla bu. Başka burada boş yok da 4 tane buradadır. 4 tane buradadır. Biri boşdur. 4 tane buradadır. Bu boşdur. Deməli, mənfi 140 neynədir? Biri vurdu 2-yə, elədi 2, vurdu 4-ə, elədi 8, 8-i vurdu, gələk mənfi 5-ə vuraq əvvəlcə eləsin, mənfi 40. Mənfisi ilə o 40-ın yanındakı 0-ı saxlayaq. 4-ü vuraq 3,5-ə, edir 14. Mənfisi ilə qabağına, 0-ın da arxasına. Mənfi 140. Bəli, rəqəmlərin hasili. Sam necə ki, rəqəmləri tanıyıb, cəmləyirdi. Bu da rəqəmləri tanıyıb, bir-birinə vura bilir. Bərabərdir. Power diapazon şəklində versək error verir. Burada konkret 2 dənə rəqəm göstərmək lazımdır. Yəni bunu mən belə eləsəm, yəni deyir ki, nəyin üstünə? Yəni başa düşmür. 2 dənə hissə lazımdır burada bir-birinə. Özü ortada da nöqtəli vergül olmalıdır. Bəli, var, bəzilərində var ki, konkret rəqəm verməsin, diapazonla işləyə bilmir. Gəlin indi göstərim nöqtə vergül niyə qoyuram. Məsələn, 4 qoyub, nöqtə vergül qoyub 3 qoyuram. Nə deməkdir bu? 4 üstü 3. Nə eləyir? 64. Enter vurub, qayıdıb, F2 vurub, dəyişiklik eləyirəm. Bəli, 3 üstü 4 olacaqdır. İndi birini Bəli, bəli, ikinci qüvvət deməkdir. Birincisi əsas, ikincisi qüvvət. Mən onda belə çıxır ki, ədədi birincini, yəni xananın içindən seçirik, amma qüvvəti özü... Heç birini oradan seçmədim. 4 orada var. Yaxşı, gəlin başqa bir şey yazım. 8 nöqtəli vergül 5. Nə 8 yoxdur, nə 5 yoxdur. Onda belə çıxır, Diapazon aidiyyəti yoxdur. Ola da bilər amma ola da bilər. Birini konkret buradan seçim. S3 kimi özdə, daha 4 kimi yox. Birini də əllə yazıram. Yəni, xanadan seçmirik. 5, 4 üstü 5. Nə eləyir 4 üstü 5? 2 üstü 10 da yəni. İkisini də mən 3 variantın üstündə göstərirəm. Əvvəlcə 2 dənə rəqəm, birin xanadan, birin adi rəqəm. İndi ikisini də buradan. 4 üstünün 4-ün kvadratı da. S3 üstü B4. 16. Deməli, həm əlinə yaza bilərəm rəqəm kimi, həm də ikisini xanadan, biri xanadan, fərq yoxdur. Qüvvəti xanadan, əsası əlinə yaza bilərik. 4 variant var, 4-ündə baxdıq. Average. Görək bu nə iş görür.
Uşaqlar bu nəyi tapır? 1 onda 1 nədir? Yəni toplayacağım. Rəqəmlər sayına görə. Uşaqlar bu sam kinələri ki tapıb toplamış deyə, onları count kinələri ki tapıb saymış deyə, onlara bölür. Yəni 5,5-i 5-ə bölüb yazıb 1,1. Bəli, elə sam bölünsün count deməkdir. Samdakı rəqəmlərin cəmi. Count, sam cəmidir, count sayı. Misallarda belə test düşə bilər ki, aşağıdakılardan hansı bu diapazonun ədədi ortasını tapır? Birinci cavabımız əvərəcdir. Amma bu cavabların içində belə bir şey də var ki, sum bu diapazon bölünsün, count bu diapazon. O da düz cavabdır. O da olar. Yəni ona görə əvərəc görən kimi demir ki, yalnız 1. Yəni tutaq ki, seçmə sualında. Və diapazon eyni olmalıdır. Bəli. Sum'ı count'a bölməkdir. Keçirik min. Min sizcə hansı sözün qısaldılmışdır? Minimum sözünü. Nətər tapırıq minimumu? Bəli. Max hansı sözün qısaldılmışdır? 4. Maksimum. Ən böyük rəqəm burada nədir? 4'dür. Absolut. Modul. ABC. 2 olacaq. Mənfi 5'i qoyaq. Yox, burada da diapazon seçə bilmərsən. Uşaqlar. Burada da diapazon, burada konkret rəqəm göstərməlisən ona. Mənfi 5'in absolutu, yəni modulu müsbət 5. Faktorialda da onun kimi necə? Bəli. Mən 1'i seçsəm elə mənə 1 verəcək. Yəni mənfi seçdiyim ki, yəni görək ki, onun tərsinəsini çevirir yəni. Bəli, yaza bilərəm. İçinə yazaram mənfi 100. İçinə yazaram mənfi 100. ABC ədədin modulunu çıxartdı. Modulu o deməkdir ki, bir dənə mənfisi varsa at geçsin. Başqa heç bir şey görmür o. Müsbətləri heç nə eləmir. Bir dənə mənfi ədədlərin işarəsini atır. Fakt sizcə hansı sözün qısaldılmışıdır? Faktorial bəli. 4 faktorial nədir? Ümumiyyətlə faktorial necə hesablanır? Bəli. Bəli. Gəlin sizə də başa salım. Düşürük bura aşağı. Şöyle 4 faktorial necə yazılır ümumiyyətlə? Gəlin bir yazılışına baxaq. Buradan bir dənə yer ayırım, zaman qaytararıq. 4 faktorial belə yazılır. 4 yanında bir dənə nida bərabərdir. Bu deməkdir ki, 1-dən 4'ə kimi, yəni 4 olduğuna görə ha, 1-dən 4'ə kimi bu ədədin hasili. 4 vur, 3 vur, 2 vur, 1. A1 xanasında 1-dən 4'ə kimi, yoxsa C1 xanasında? Fərqi yoxdur. Harda olur olsun. Hansı rəqəmi seçmisənsə, onun 1'ə kimi hasilini tapacaqsan. 100 faktorial o deməkdir ki, 1 vur, 2 vur, 3 vur, 100'ə kimi ədədin hasili. Mənfi ədədin faktorialı olmaz. 0'ın da faktorialı 1'dir. Bəli. Heç o sual verməmişdim. Niyə 500-0 1'dir? Mənfi ədədin faktorialı olmaz. Müsbət ədədlərin faktorialını bildik. Necə zaman? Bir dənə 0'ın faktorial 0 faktorial 1'dir. Gəlin elə düsturumuza da baxaq. Bunu silək uşaqlar. Keçirik. Bunu böyüdüm. Əvvəlki vəziyyətinə gətirim. Faktorial. İçinə mən C3'dəkini yazmışdım. 4'ü yazmışdım deyənə bu hesabladı onu 24 dedi. Bax 1 vur 2 elədi 2. Vur 3 6 vur 4 24. İndi gəlin içinə bir dənə nəsə mənfi ədəd yazaq. Mənfi 5. Bizim bizə error verin. Biz errorlardan dərsimizin axırında danışacağıq. Nə erroru nə zaman verər? Görürsünüz burada olmaz belə bir şey. 0 da versək bura 1 olaraq onu çıxardacaq. Sualınız var bu düsturlarla bağlı. Keçirik left və right-a. Baxaq görək bunlar nə iş görür. Sol və sağ deməkdir. Bəli. Bunu buradan qopardaq. Buraya yapışdıraq.
Uşaqlar, sol, sağ, bu da lens sözünün qısaldılmışdır, uzunluq deməkdir. İçinə yazıram, bərabərdir, left, mörtəzə açıram, içinə yazıram Azərbaycan. Bir rəqəm dolar. Bəli. İndi Azərbaycan yazdıq da içinə nöqtəli vergül qoyub 5 yazmadıq. Nə deməkdir bu? 5 dənə soldan. Bəli. Soldan 5 dənə nə? Bəli, yəni simvol da simvol. Başa düşmədim. Yox. Hər şey yerləşməyə görə. Bu azdan sözün dırnağı almaq lazım. Yəni tekst kimi başa düşsün. Dırnaqsın. Nəzir? Yox. Onu düzəldəndə yox. Bu dırnaq işarələri sayılmır. Niyə? Çünki o elə tekstin bu Azərbaycan sözünün üzərində iş aparılmağını göstərir. Yəni sən onu sayanda da dırnaq A, Z, E, R saymayacaqsan. A, Z, E, R, B sayacaqsan. A, Z, E, R, B. Rəqəm bir dənə rəqəmdir. Olub 5 yazsaq ora, elə bir dənəni göstərəcək. Lift soldan 5 dənəsini seçdim. Bəli. Soldan 5 dənəsini seçdi. İndi right-a yazaq. O sağdan seçdim. Bərabərdir. Right. Dırnağın içində A, Z, E, R, B, A, Y, C, A-nı nöqtəli vergül 3 yazıram. Can seçdim. Sizdə can olacaq, yoxsa nacı olacaq? Can olacaq. Sual verirəm. Can olacaq. Mənim can olacaq. Dedim can olacaq. Oradan baş. Bəli, dəyişiklik eləmir. Yəni sağdan yaxınlaşsa da, yəni sağdan yəni götürüb verəcək bizə. Ha, yox, düz eləmədi. Len yenə Azərbaycan Falan göstərir. bəli, obş sayı oldu. Len, və yazıram bir də, göstərirəm. Necə? Simvol olsa A, Z, E, R, B, A, Y. Bunlarda yox, başqa-başqa işlər görürəm. Bu simvolların sayını tapandır. Bu isə sağdan 3 simvol verən, 3 yazmışım deyə 3 verdi. 4 yazsaydım 4 verəcək. Bu da sağdan, soldan 4 dənəsini, 5 dənəsini, yəni nə yazsan onu verəcək. Aydındır. Sualınız var bura kimi? Davam edirik onda. Şu ifə keçməmişdən qabaq gəlin bir dənə başqa şitdə, bir dənə 3-ün 6-ya ölçüdə, bir dənə cədvəl düzəldək. Bunun üstünün 2 dənə, 3 dənə xanasını birləşdirək. Rəşad, baxırsan? Xanaları birləşdirmək üçün Word-dən bilirdik. Nə funksiyası var idi? Merge. Merge. Split nə idi? Mergin nə idi? Dərkənar. Nə idi mənim? Günay, nə oldu? Bəs ola yaxşı bilirdin ha? Mən çaşdım da mən mexanik. Yaxşı. Deməli, seçirəm. Uşaqlar, o hardaydı? O əlavə burada menyu yaranırdı. Onun içində idi. Amma burada home-dadır uşaqlar. Burada alignment var. Salam, gəl. Onun içində bax, burada merge and center deyilən bir düymə var. Merge and center. Birləşdir və mərkəzə gətir. Görək nəyi birləşdirir, nəyi mərkəzə gətir. Mən buraya yazıram and. Bunun üçünü seçirəm belə. Gəlirəm burada bu düymənin üzərində vururam. Bax, birləşdirdi bu üç dənəni və o sözü qabağa gətirdi. Şurada Excel'də split anlayışı yoxdur.
unmerge anlayışı var. Yəni birləşdirdiklərini dala qaytara bilərsən unmerge. Amma split anlayışı yoxdur. Bax indi bu düymə gözəl sarı rəngdədir da bu düymə. Mən bunun üzərinə bir dəfə də sıxsam, bu bunu unmerge eləyəcək. Unmerge. Split anlayışı niyə yoxdur uşaqlar? Təsəvvür eləyin ki, bu Y süd xanasını split eləmək istəyirəm. Götürdü yaxşı, bunu ortadan 2 yerə böldü. Bax təkcə bunu. Onda bax bu hissəyə olsun tutaq ki Y1 adı. Bəs bu hissəyə nə adı verəcək? Hər xananın adı olmalıdır axı. Ona görə burada split anlayışı yoxdur. Merge var, unmerge var. Birləşdirdiyini ayıra bilərsən. Yenə uşaqlar bunu merge eləyirik. Amma içinin sözünü dəyişirik. Buraya yazıram məntiqi vurma. İstiqamətlərini, bəli, onlardan danışacağıq. Sadəcə indi işimizə, yəni işimizə uyğun olduğu üçün o menüdən danışdıq. Danışacağıq onlardan. Bunun içində uşaqlar yazıram bura true və bunu götürüb kopyalayıram. Bir dəfə bura yazıram, bir dəfə bura, bir dəfə bura. Biraz aşağıdan gələ eləyərdim bunları. Bir dənə. Ctrl X ilə kəsib, Ctrl V ilə bura yapışdırıram. Bura yazıram şərt 1. Bura yazıram şərt 2. Yadınıza gəlirsə alqoritmdə belə bir şey yazmışdıq. Burada false yazıram bir dənə. Onu kopyalayıb bura yapışdıram, bura yapışdıram, bura yapışdıram. Uşaqlar, 2 dənə şərt verilə bilər bizə. Yəni çox da verilə bilər 4, 5, 6. Biz ikisinin üzərinə baxıb məntiqini başa düşsək, artıq o 3 dənəni, 4 dənəni həll edə biləcəyik. 2 dənə şərtimiz var. Şərtimizin ikisi də doğrudur. Yəni true doğru deməkdir. İkisi də doğrudur. Bu zaman biz cavabı true götürəcəyik. Bəli, bu zaman true götürəcəyik. Əgər bu çətinlik çəkmək, yəni bu işdə çətinlik çəkəcəksə, bunun bir başqa variantı var, onu deyəcəm. Bir dənə bunu bitirək axıra kimi. Biri doğru, biri yalandısa, buna biz yalan deyəcəyik. Fərqi yoxdur. Yalan əvvəl gəlib sonra gəlsə, yəni true sonra gəlsə, heç bir fərqi yoxdur. İkisi də səhvsə, bu false olacaq. Yəni, ən asan yadda saxlama variantı, biz bunları dedik məntiqi vurma. True'ları 1 kimi görün. False'ları 0 kimi görün. 1 vur 1 nə eləyir? Ona görə true yazılıb bura. 1 vur 0 nə eləyir? Ona görə false yazılıb. 0 vur 1 0, 0 vur 0 0. Mənfi kimi yox. Niyə mənfi kimi? 0'ı 0'a mənfi kimi əgər götürsək, bunu müsbət kimi götürsək, 0'ı 0'a bunu müsbət eləyəcək axı. Bu çox xana olan şey yarayar. Bəli. Çox olarsa şey yarayar. Həm də belə də yadda saxlı tutaq yaddan. Bəli, false oldusa, tutaq ki true 10 dənə true var. Bir dənə false var. Cavab olacaq false. Çünki 1 vur 1 vur 1 vur 1 vur. Hardan getdi çıxdı oraya? Çarpananı ver mənə. İndi mən burada bunlardan danışacağım. And, or, not. Bunlardan danışacağım. Orada lazım olacaq. Bir dənə siyahımı bitirim. Bunu uşaqlar belə seçirəm. Bundan bir dənə də kopyalayıb bir dənə də bundan yaradıram. Buraya yapışdırıram. Amma bu and sözünü buradan dəyişib eləyirəm or. Ümumiyyətlə, xananın içində dəyişikliyi eləmək istəyirsənsə, o xananı seçən anda nəsə yazsan, o xananın içindəki məlumat silinib üstünə yazacaq. Dəyişmək eləmək istəyirsə, üstünə variantın var. Ya üzərində 2 dəfə vuracaqsan, kursor ora daxil olacaq, sonra yazacaqsan. Ya klaviaturun F2 düyməsini vuracaqsan, kursor burada görsənəcək, orada yazacaqsan. Və ya da düstur sətrində seçib yazacaqsan. Vurma sözünü edirik toplanma. Cavabları da buradan silirik. Şu an or olarsa true bu bizə true cavab verəcək. Toplama yazdığımıza görə.
İndi onu deyəcəm, bu asan yadda saxlama variantı kimi. True false olarsa bu da bizə true verəcək. Bu da true verəcək. Bu da amma false verəcək bir dənə. Gəlin o toplama kimi görək, daha yaxşı yadda qalır. Elə baxaq görək necə olur. And vurma deməkdir, or toplama. Oradakı o hərfini yadda saxlaya bilərsiniz. Bir uşaq dediyi mən elə yadda salıram. Or toplamadakı o ilə. Açaq bunu. Öncələ açaq biraz. Yaxşı, mənim yox. Mən konstantı adam var ya. Da. İndi baxaq, uşaq. 1-in üstünə 1 gələndə 2 eləyir. Fərqi yoxdur, 2 də eləsə, 10 da eləsə, onu biz true kimi götürürük. Bəli. True'nun üzərinə 1-in üstünə 0 gələndə eləyir 1. Bəli, bu da true'dur. False, 0-ın üstünə də 1 gəlsək, bu da true'dur. Amma 0-ın üstünə 0 gəlsək, bu false'dur. Deməli, orada bir dənə true lazımdır ki, cavabın true olsun. Gərək hamısı false olar ki, sən false götürəsən. Burada da bir dənə false lazım idi ki, sən false götürəsən. Gərək hamısı true olaydı ki, sən true götürəydin. Bir dənə başqası da var. Onun üçün Çox uzadır. merge eləyirik. İçinə yazırıq not inkar. True, false, yox. Bəli. False, true. Şu əksinəsidir. True görərsənsə onu dəyişib false eləməlisən. False görərsənsə onu dəyişib true eləməlisən. Aydındır? Qayıdırıq uşaqlar biyaxçı vəziyyətə, buradakı bu düsturlar olan yerə. If hələ ki qalsın. Keçirik and-ə. Bunu biraz belə böyüdüm. İçinə yazıram bərabərdir. And. Mötərizə açıram. Yazıram ki 1 böyükdürsə 5-dən. Bəli. 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 İndi bax burada düsturda funksiya kimi deyəndə daha yaxşı başa düşəcəksən. Sən bir dənə başa yadında saxla ki, tərsinəsini götürür. 1 böyükdür 5. Bu true'dur false. 3 kiçikdir 7-dən. True'dur false. True. Birini uşaqlar sizi diapazondan götürək. Diapazonda gedək baxaq. -5 yazdı bura C1 qaydaq. Fərqi yoxdur bizim üçün. Diapazondan götürdük və yaxud da əlinə yazdıq. Böyükdür -5 böyükdür 0-dan. Bəli, mötərizəni bağlayaq. 3 dənə şərt yazdım. Birincisi false, true, ikincisi də false. Uşaqlar bir dənə false bəs idi ki, endimdə false olsun. Bəli. Geri hamısı true olaydı ki, bu true olaydı. Məndə false oldu. Bəli. -5 böyükdür. Bəli. Böyük deyil axı. Necə? Bunları belə bu formada sağam. Yox, bu işarə ilə sam olmaz axı. Olmaz. İndi keçirik ora. Bərabərdir or. 1 yazmayaq, biraz böyük. 23 böyükdür 54-dən. 32 bərabərdir 34-ə. 45 böyükdür 20-dən. Bəli, toplamadır bu. 50 dənə də false olsa, bir dənə true bəs edilir ki, bu true olsun. Bunun cavabı olacaq true. Ümumiyyətlə, anddir, ordur, notdur. Bu mənə bir cavab verir. Ya iki cavabdan birini verə bilər. Ya true, ya false. Ya da 5, 3, 2, bir yaxı düsturlar kimi rəqəm vermir. Ya true cavabı verir, ya false cavabı verir. Not bərabərdir. Not. İçinə yazıram ki, notun bir dənə şərti olur. Bir dənə. Bəli. Notun bir dənə şərti olur. -3 kiçikdir -5-dən.
Düzdür də. Əksini götürəcək, false olacaq. Mənfi böyük düzdür də. Düzdürsə məlumat səhvini Bəs kimsə true deyir daxil. Bu truedur. Böyükdür bu. Bir şeydəki not yoxdur. Bu truedur içindəki söz. Bəli, mənfi 3 mənfi 5-dən böyükdür da. Onun amma tərsinəsini götürəndə False olacaq. qayıdırıq uşaqlar ifə mənfi olduqlarına görə. Mənfi 3 mənfi 5-dən bəli böyükdür. O true demək idi. O not onu false elədi. Yazıram bura. Şu alqoritmdə şərt operatoru var idi. If. Yadınıza gəlirdi o. O necə yazılırdı? Belə yazırdıq da onu. If bir dənə şərt yazırdıq. Sonra zenya qoyurduq. Bir dənə iş görürdük. İş yazım. Sonra else yazıb bir dənə də iş yazırdıq. Bəli, buradakı şərt ödənərdisə, mən bu işi yerinə yetirərdim. Ödənməzdisə bu işi yerinə yetirərdim. Bax, eyni sintaksisdir uşaqlar. Bərabərdir. If qoyub, mötərizə açıb, əvvəlcə bir dənə şərt yazırıq. Məsələn, 3 böyükdürmü mənfi 2-dən? Böyükdür də. Nöqtəli vergül qoydumsa, deməli şərtim bitdi artıq. Keçirəm value if true, yəni doğru olan hal üçün iş. Məsələn, yazıram, söz də yaza bilərəm, funksiya da yaza bilərəm. Məsələn, yaza bilərəm ki, power 2, 4. Şöyle, mənim doğru olan halım üçün işlənməsi iş babudur, power. İndi görək, səhv olan halım üçün nə yazıram? Fact mötərizəni açırıq hələ. Fact 5. İndi hələ sintaksisinə baxaq. Bax, bu yazılır burada 3 böyükdür mənfi 2-dən. O mənim şərtimdir. Ona baxıram mən. Doğrudur bu? Onda mən nə işləməliyəm? Power. Heç buna baxmaya ehtiyac var? Yox. Bəli. 2 üstü 4. O da deyir 16. Gəlin bunun işarəsini dəyişək belə. Bəli, baxacağıq faktoriyala. Heç bu power'ə baxmağa ehtiyac var? 120. Enter vururuq. Niyə oldu? 5 faktoriyal çünki 120'dir. Aydındır. Açıq. Excel olan açıqsalı. Bəli, sınağa baxarıq. Uşaqlar, if, and, or, not bunlar adlanır məntiqi funksiyalar. Desək ki, aşağıdakilərdən hansı məntiqi funksiyadır? If, and, or, not. Left, right, len desək ki, bu nə funksiyalardır? Deyəcəyik ki, mətn funksiyalar. Mətn. Və yaxud da text də deyirlər, yəni ingiliscə düşərsə. Mətn, text. Bəli, mətn elə. Biz Azərbaycan ilə danışdığımız ingiliscə text funksiyaları gedir. Biz mətn funksiyaları. Left, right, len. Bu birinci yazdıqlarımız qarışıqdır. Riyazi var burada, başqa statik var. Bunlar qarışıqdır. Onlardan sual düşməz. Bizim suallarımızın cavabını biz bunlarla tapacağıq. Mətn olduğu ilə, bir də məntiqi olduğu ilə. Burada qarışıqdır. Or topluyordu, and vururdu. If şərtlə. Şərt daxilindəsə bir iş gördü. If şərt operatoru. Davam edirik uşaqlar. Davam edirik buradan. Biraz kənara çəkək. Burada biz nələrə baxacaqsa, onların bir dənə siyahısını yazaq bura. Deməli, onlardan qalıb bir dənə rank var. Ranka baxacaq. Trunk var. Round var.
Sonra column var. Column MN column belə. Bir de columns var. Yani eyni formada yazılıb da amma arxasında S var. Sonra row var, row. Bir de rows var, rows. Bir de cell var. Şöyle, gəlin bunlara baxaq. Bunlar şu əslində əlavədir. Bunlar qəbulda çox düşmür. Amma test-də qabağımıza çıxır. Azdır, çox da sadədir. Ona görə deyirəm. Rəngi saxlayaq. Rəng üçün bir dənə cədvəl lazımdır. Rəngi deyəcəm axırda. Trunk nədir? Bərabərdir. Gəlin bir dənə xanıya. Trunk. C. Buradan rəqəm yazaq. Yazıram 56 tam 48 yazmaq 41 59. Belə bir dənə kəsir yazıram. Görək trunk bərabərdir. Trunk bu xana nöqtəli vergül 2. Ne deməkdir bu? Xanada olan rəqəmin vergüldən sonra 2 dənəsini saxla, qalanlarını ver. Baxırıq. 56 tam %41. Vergüldən sonra 2 dənəsini saxlayır. Yəni mən çünki bunun üçün nə yazmışam bura? 2. Vergüldən sonra 2 dənəsini saxlasın, qalanlarını kəssin, atsın. Üst eləyə bilərəm, 1 də eləyə bilərəm. Bəli, ancaq kəsir aiddir. Amma roundda belə bir şey var ki, eyni bunu götürüm, nöqtəli vergül qoyaq, yanına yazaq 2, mötəzəni bağlayaq. Sizcə fərqi nə oldu? Bəli, bir yaxşı kəsib atmışdı da, baxmamışdı ki, o 1-dən sonra gələn rəqəm 5-dir, mən bu 1-i artırım, artırmayayım. Bəli, o 5'ə görə də, 59'un bu 5'nə görə də bu 1 artdı, round, yuvarlaşdırma, yəni yumru, yuvarlaşdırma. Rankdan hələ danışmamışım. Rankdan hələ danışmamışım, bir dənə bunu buradan silim, adicə rəqəm yazmışam bura. Baxır rəqəm yox, 5'in yerinə 3 olsaydı, bəli, 1 kimi qalacaq. 5 özdə daxil olan. Bəli, 5 özdə daxildir o böyütmə rəqəmlərinə. Kolum nədir? Sütun deməkdir, bəli. Yazıram bərabərdir. Columns. Əvvəlcə kolum yazaq nədir? Kolum. Bunu mən seçirəm. Mötəzəni bağlayıram. Enter vuraq. Bu 20 nə deməkdir? Yəni T sütunu neçənci sütundur? Say olaraq yerini mənə göstərir. Yəni əlifba sırasında T 20-ci yerdədir. T-nin buna nə dəxli? Yəni sütunun neçənci yer olduğunu deyir da bizə. Özümüzdən yazılır T kimi. Ona görə deyirəm ki, bu imtahanda bizə çox düşməz. Orada uzaqbaşı ABC düşər. Hə, məsələn, bu kolumun içinə A yazsa nə çıxacaq? A100 yazıb. Neçə çıxacaq? A100 yazıb. Elə birincidir da. Sütun olaraq birincidir. A1000 yazıb. A milyon. Birinci. Siz elə bir şey yazaq. T'ni yazmayaq heç. A2 yazıram bura. Cavab 1'dir. 2'ni dəyişirəm, eləyirəm 200. Çünki A sütunu neçənci sütundur? Ona görə 1 deyir. A200 olsun, A200.000 olsun. Heç bir önəmi yoxdur onun. Sütunun yerini də, mövqeyini. Birinci sütun. Aydındır. Rəşad. Bax, bu xana adı deyil, A200.000. Xana adı deyil. Aşağılarda bir yerdə, amma birinci sütunda. Aşağılarda bir yerdə bir xanadır. Hardasa. Rəşad. Rəşad.
A neçənci hərfdir əlifbamızda? Birinci hərf. Yaxşı, başa düşdüm. Kolumunu S. Amma görə columns cəm şəkilçisi ilə olanda bu nə iş görür? Mötərizə açıram. Mötərizə açıram. Bir dənə diapazon seçirəm. Enter vuraq. Şöyle cəmlə olanda bu diapazon neçə sütun varsa, neçə sütun var? 1, 2, 3. 3 neçə sütun varsa olan sayını bizə verir. Aydındır? Kolum. Həmin o bir də özə kolum bir xana üzərində işləyir. Bəli. Lap çoxlu xana seçsək də onun yuxarıdan birinci xanasını götürəcək. Yəni hərflərin sayısı olduqca, yəni heç bir fikirləşməməkdir. Sadəcə adı qədər sütunların sayını yazacaq. Bəli, əsas bu ada baxmaq lazım. Yəni hərfə baxmaq lazımdır. Yəni T də olsa yenə birinci. Yox, yox. T olsa 20-dir. Bax T yazım bir dənə ora. T yazım. 20-ci. Hə, kolumuz S-dən olana deyirsən. Hə, burada heç bir önəmi yoxdur. Heç bir yox, bir yox. Sən sütunların sayına baxacaqsan. Silin bunu. Belə bir şey seçsin. Bax belə bir şey. Neçə sütun var burada Arzu? 2 dənə. S-lə T. Sütun. Bunun sayını göstərməyim, kalını. İndi olacaq 2. Hansı yəni bu xətləri? Yox. Sən bax bunu saymalısan. 1, 2. Bax bunu saymalısan sən. 1, 2, 3, 4, 5. Bir dənə dəyişim bunda bu diapazonu. Neçə olacaq? 6 dənə. Rəna neçə olacaq Rəna? Fəxri 1 deyir. 6 dənə. Sətir 6 dənədir. Sətir 1 dənədir. Sütun 6 dənədir. Aydındır. İndi row-u artıq özünüz tapacaqsınız nə deməkdir bu. Bərabərdir. Rəna deyəcək özdə. Row. Bir dənə xana seçirəm buradan. Mörtəzəni bağıram. Səncə nə deyər Rəna? Məncə də bir. Başqa? Sətirin sayı deyil. Bu rows deyil. Rowdur. Row. Bu xananın sayını göstərir. Xananın sayını. Yox. Neçə xana? Neçənci sətirdəyəm onu göstərir. Elə T3-dən başa düşərdik də. Bura nə yazıbsa 3, elə deməli 3-dəsən. Onda X-in olanda Səncə? Diapazon da axı öndən neçə? Rows bir mən. Orada hocam hamısını sayacağım. Yox, 1, 2, 3, 4, 5, 6. 6 dənə. sətirlərin sayı. Dəyişirəm diapazonu. Bir o. Bir dənə, mən bir dənə. Bir dənə. Sətirlərin sayı bir dənə olacaq. Deməli, sətirlərin sayı bir dənə, sətirlərin sayı 6 dənə, sətirlərin sayı 4 dənə. Aydındır? Belə bunu seçək, enter vuraq, 4 dənə. Sıradakı müraciət qanunlarına. Şöyle selə baxaq. Deməli bir dənə xana götürək. Məsələn S2 xanası. Deməli bir dənə xana götürürük. Məsələn S2 xanası. Bu xana haqqında biz məlumat əldə etmək istəyirik. Onda cell funksiyasından istifadə edəcəyik. Seçirik buranı, yazıram bərabərdir cell mörtəzə açıram. Burada onun nəyi haqqında mənə məlumat verə bilərsə, burada yazır. Məsələn, adres haqqında, rəngi haqqında, format haqqında, neçənci sətirdədir, hətta eni haqqında, tipi haqqında mənə məlumat verə bilər. Məsələn, mən seçim bunun yerləşdiyi sətri, nöqtəli virgül və hansı xanadan söhbət gedir? T2 xanasından. Mörtəzəni bağlayıram. Hansı sətirdə yerləşir o? İkinci sətirdə yerləşir.
Raw sözünü buradan seçib başqa bir məlumat haqqında məlumat ala bilərsən. Məsələn, viz eni nə qədərdir onun? Eni nə qədərdir? Eni 8-dir. Bax bunun neçənci sütunu idi? Bax T sütununun eni 8-dir. Onu hardan da bilə bilərik o düz deyir yoxsa yox? Yəni bu 8,1 də olsa, 8,2 də olsa 8 deyir. Yəni tam hissəsini götürüb deyir. Üzərinə sağ düymə vuraq. Burada column viz deyilən bir menü var. Görürsünüz 8 tam %11 imiş. Amma o bizə 8 deyirdi. Bəli. Okay. Xana haqqında məlumat verir. Xana haqqında bizə məlumat verir. Şöyle bir dənə qaldı rank, hansı ki burada yazmışdım bir yax. Onun üçün bir dənə sətir düzəldim. Yox, eninin uzunluğu neçə santimetr, neçə millimetr. O punktla ölçülür bu. Uzunluğu yəni nə qədərdir? Ölçü vahidi olaraq. Bir dənə rankı da deyək, biraz bu tərəfə çəkim. Bəli. Təsəvvür edin ki, bu bir dənə belə siyahım var. Məsələn, yazıram 20, 30, 45, 56, 89, 100, 1, bir də 9. Rank nədir? 20-nin bu siyahıda neçənci yerdə dayandığını tapmaq istəyiriksə, rank funksiyasından istifadə edirik. İki cür baxa bilər ona. Artma sırasında neçənci yerdədir? Azalma sırasında neçənci yerdədir? Çünki fərqli-fərqli cavablar daxil olar. Bərabərdir. Rank 20 nöqtəli vergül. Bu siyahıda nöqtəli vergül. Azalma sırası istəyirsənsə 0 yazırsan. Artma sırası istəyirsənsə 1 yazırsan. Mən azalma sırasına görə istəyirəm. Möhtəzəmə bağlayıram. Enter. Baxaq niyə 6? 100, 89, 56, 45, 30, sonra 20. Oldu mu 6-cı yerdə? Əvvəldən deyənə mən azalma dedim axı. Böyükdən kiçiyə dedim. İndi əgər elə istəyirsənsə elə də olar. Sən 0-ı bir dənə buradan dəyiş, 1 elə, bir dənə onu dəyişmək elə. Onda 3-cü yerdədir, bəli. 1-dir, 9-dur, sonra gəlir 20. Bu 3-ün alınmağına görə. Bu 0-ı biz bura 0 yazanda bu 100-dən başlaydı bunu düzməyə öz xəyalında ha, görsən heç bir dəyişiklik eləməyib. Öz xəyalında bunu düzür. Baxır görə 20 neçənci yerdəsə o cavabı bizə verir. Çoxdan azal, ona deyir azalma. Amma 1 verəndə artma, yəni 1-dən 100-ə, 1-dən 100-ə doğru düzür və neçənci yerdə olduğunu bizə deyir. Bəli. Adlarda da, sözlərdə də eləyə bilər. Fərqi yoxdur, sözlərdə də eləyə bilər. Bəli. Uşaqlar, indi mən istəyirəm ki, bunların hamısının, hərəsinin neçənci yerdə olduğunu mənə desin. Onda mən bunların qabağına nə qoymalıyam? Bəli, dollar işarəsi eləməliyəm. Bu 0-ı da, 1-i də eləməliyəm. 0. Azalmaya doğru. Azalmaya doğru. İndi bir dənə baxın. 100 oldu birinci yer, ikinci yer, üçüncü, dördüncü, beşinci, altıncı, yedinci, səkkizinci yer. Aydındır. Əgər mən bura mütləq ünvan işarələri qoymasaydım, onda görün nə baş verəcəkdi. Tutub çəkirəm aşağı. 2 dənə 1 var, 2 dənə 2 var, 3 var, 4 var, 5 var, 6 var. Görək onu niyə elə düzdür? Əvvəlcə 20-yə bu siyahıda baxırdı. 30-a bu siyahıda baxır. 45-ə bu siyahıda baxır. 56-ya bu siyahıda baxır. Daha doğrusu bunu belə uzadır, bu siyahıda baxır. 89-a bu siyahıda baxır. 100-ə bu siyahıda baxır. Bu 1, niyə bu 2 ikinci yerdə olub? Çünki ona bu siyahıda baxıb. 9-a deyib 1, buna deyib 2. Ona görə 1-in qabağına 2 yazıb.
9-a da bu siyahıda baxır. Boşluqların içində 9 birinci yerdədir. Eğer orada 0 yazsaydı onu. 101-ci yerdədir, ona görə 1 olub. Əndə 9-cu birinci. Çünki qabağına mütləq ünvan işarəsi qoymamışıq. Gör 9-a harda baxıb bu. Sürüşdürəndə diapazonlarda adların dəyişə-dəyişə artı baxır. 9'da 1 ilə 9, ona görə 1 ilə 9 eş, 1-də baxmayıb ona. 9-a 9-dan başlayan və aşağıdakı xanalar, boş xanaların içində bu birinci yerdədir. Aşağıda ən birdə hərfi. Bəli, 100-dən. Gərək bunu sən mütləq ünvan eləyəydin ki, bayaq eləmişdim. Onlar öz işarələrini dəyişməyəydilər. Mütləq ünvan eləmək üçün qabağına o dollar işarəsi və ya da klaviatur F4 düyməsini sıxmaqla. Mesela orada 9'dan aşağıdan seçtik. 9'un yerini istiyoruz. Bəli. Bir de orada 0 yok 1 koymuş. Onun nasıl değişikliği Yox. Belə də birinci yerdədir, belə də birinci yerdədir. F4 nisbi ünvanı mütləq ünvana çevirən, nisbi ünvanı mütləq ünvana çevirən və tərsinə çevirən düymə F4 düyməsidir. Şöyle keçirik menyuya. Menyuya baxırıq.